ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Təşəkkürlər. Axşamınız xeyir olsun əziz Sən Zarafat elə tamaşaçıları. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Yenə gülər üzlər görürəm. Demək bilirsiniz ki, biz səhnəcilər hazırlayacağıq. Bugün də maraqlı bir səhnəcilər hazırlamışıq. Demək əziz dostlar, burada görürsünüz ki, bax belə bir çayxanadır bura. Görürsünüz, domino var, çayxana aksesuarları. Deməli, bizim səhnəcimiz nə ilə bağlı əziz dostlar? Evlilər kimlərdir burada? Evli, ailə həyatında. Ay maşallah, ay maşallah. Allah sizi xoşbəxt eləsin. Başa düşürəm sizi. Eyni dərdi bölüşürük. Necə oldu, heç bilmədik. Düşünün ki, bir dostunuz var, o evlənməyib. Və evliliklə bağlı sizin problemləriniz normaldır. Yəni pisdir. Çünki bunun norması pisdir. Ya zarafat edir. Təsəvvür elə bilirik əziz dostlar. Gəlin onda alqışlarla ilk səhnəciyimizə başlayaq. Biraz pozitiv. Ay maşallah. Getdik. Harda qaldı bu Samir? Yəni arvada açot verə gələcək. Bərk qorxuruyor arvaddan, bərk. Bax əzizim, bura çayxanadır. Görsən, çayxana. Bu uşaq deyil, visaldır, boyu balacadır prost. Bax, qənd qabı, kül qabı. Dəmino. Gördün? Hər tərəf çayxanadır. Əzizim, hər yan çayxanadır. Çayxana reklam edir, səvə. Çayxanadır da. Xeyr, başımın tacı, əziz həyat yoldaşım, başıma kamera bağlayıb, mən bütün günü gəzirəm, bütün günümü çəkirəm vlog kimi. Sonra axşam oturub baxırıq birlikdə. Arvad oturub var başında. Sən mənim əziz həyat yoldaşıma elə söz deyə bilməzsən. Mən onu sevirəm, o məni sevir. Pis dost, əxlaqsız, pıxı dost. Pis dost nə də? Kameranı, arvadı o elə rahat söyüşümü söydə, çayxanada. Pis dost nə də? Pıxı nə də? Sən dedim, arvad üstümə mikrofon bağlayıb səsimi eşitir. Arvad da öyle, səndəki FBI agentidir. Sənin başındakı nədir? Işıqdır da. Niyə? Bu? Arvad məni evdən buraxmır ha. Adam nə qədər tunel qazıb evdən qaçar. Bezmişəm, təmiz. Üstümə başıma bax. O, arvadın divanın yanından qazdığın tunelin ağzına şey qoymuşdu, siçan dərmanı bağlamaq üçün. Nə oldu bəs onun axırı? Tuvaletin yerindən qazmışam. Otduğum yerdə qonşuya nətər düşdü bə. Sizin ev Shawshank'dən qaçış kinosudur. Yox, Gülşenkdən qaçış kinosudur. Gülşenk nə də? Kitaysk kinodur. Arvadımı deyirəm da, Gülşəndir da, tanımırsan. Əzizim, bax, buradakı ofisant da oğlandı. Lopabıq Kamil. Sən dedim. Çəkdin? Hə, söz. Sizə görə bu qıman gəzirəm mən.
Keçən səfər də bığı çıxartmaq yadımdan çıxıb gedib girmişəm belə evə. Anam baxdı elə bildi rəhmətli daim gəlib. Yaxşı da daimi iş yerim var. Qəlbi qırılmasın deyə dayım kimi evdə dolanıram. Anavın ürəyini sevindirsən də pis bir şey var burada. Əladır. Nəyi yaxşıdır bunun? İndi də mən yoxam da ortalıqda. Bacı qardaş birləşib 3 gündür məni axtarırıq. Tapa bildiniz? Bir də yer qalıb. Bir də orada baxaq, əgər tapmasaq gərək daimi təzədən ölsün. Bunun yediyi bığa gedir, hadi. Nə bilim. Sən hoqqalarında hamısı. Akif harda? Barda. Harda da ölçü Akif. O bar sənin, bu bar mənim, bu diskoteka sənin, o ölçə mənim. Bütün günü şeylərlə. Subay adamdır da. Biz evləndik özümüzün, öz quyumuzu qazdıq. O da həyatdır. Həyat da öyle o. Bax biz gül kimi, bax işdən çıxırıq saat 5-də 6-da. Masazının provkası ilə 3 saat evə çatırıq. Gözəl. Oturdun, arvadın gətirdi yeməyi, uşaqlar qışqırır, yedin, yatdın, səhər durdun. Yenə işə getdi. Yenə evə gəldi. 10 çay atdı. Bütün günü bar, diskoteka, içir, gəzir. Hər gün bir cür qız, sarı, qırmızı, göy. 90-60-90, balıq ətli balıq. O mənim nənəm də eləyər. Nənəm bara gedir. Səyləmə. Nənəm babamla klubda tanış olub. Klubda tanış olub. O klubda yox, Kətdə Mədəniyyət klubunda. Hə. Nətər eləyir ya? Mən yanıram ey qardaş. Ürəyim patlayır. O subayda şeylənir, biz evlənmişik, heç yerə çıxanmırıq. Heç sən. Gəl bir variant tapaq, bunu evləndirək. Özümüz kimi bağlasınlar bunu evə, heç yerə çıxanmasın. Bədvaxt olsun, qalsın orada. Nətər eləyir ya? Ələm bir tərifləyək də, evliliyi tərifləyək ki, evlənirsən, belə olursan. Balay belə, nə bilim, rahatlıq belə. Qoy inansın, evlənsin də, düşsün zibilə. Davay sən öl. Deyək gəlir, Süləntik gəlir. Nətər sizə evdar kişilər? Hə? Xoşbəxt! Vah! Bax! Bax! Evlilik, xoşbəxtlik adında sənətli film çəkirəm. Bu neyinir? Bu da xoşbəxtçilik və işıq tutur. O işıq tutandır. İşığı yandır, çəkişə başlayırıq. Vah. Çəkişə başla, aç müəllim. Yandı mı, mən görmürəm. Yanır. Hə, var. Aç müəllim. Bəli. Belə dur. Kameraya bax, kameraya bax. Hə. Aç müəllim. Siz istəməzmisiniz ki, evinizə gedəndə qapının nankor pişiyiniz Lora yox, həyat yoldaşınız açsın. Sizə miau yox, Canay Akif desinlər. İstəməzdiniz. Elə olur? Elə olur, elə olur, elə olur. Hə, onu da istəyərdim, istəyərdim. Görürsən mi? Bəs evlənmək istəmirsən? Xoşbəxt olmaq istəmirsən? İstəyirəm. Bir də bir qız Hə? var, bu. Sən istəməzdin ki, gündə bir qızla gəzməyəsən. Nə bilim, sarı saç, göz, balıq ətli qızla gəzməyəsən. Bir qız olsun, bir adam olsun, xoşbəxtliyin bir dənə olsun, vetsli bir nəfər olsun, səhər bir nəfər, günorta bir nəfər, axşam bir nəfər olsun. İstəməzdin. Elə olur ki? Elə olur, elə olur, elə olur. Hə, onu da istəyərdim. Namizədiniz varmı? Var, var. İşin varmı? Var, var. Evin varmı? Var, var. Ne duruyorsun? Hey! Nə qaydayım? Elti geçsene, nişan etsene, evlensene, toy 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 etsene. Ha. Bir ildə Akif'i görmürəm. Toydan sonra görüm səni Akif'i. Toyda normal görə bildim ki. Niyə? Tunel qazıb gəlmişdim də. Tuneli səhv qazmışam. Düz qız evinin pul yazan şey var. Qutu. Düz qutunun içindən çıxdım. Onun için yarısına kimi gözləmişəm ki, qutunu açdıqdan çıxım rədd olub gedim. İnternetdə da görmüsən bunu? İnternetdə izləyirdim. Instagramda birinci üzük şəkli qoydu. Sonra yazdı ki, yeğən var. Sonra yazdı evli, mutlu, çocuklu. Bir də bir gün yazışmışam, dedi, darıxmışam üstünsün, gələcəm sizi görməyə. Harada var, harada yox, gələr. Görən nətər oldu, ha? Çəkirsən? Bu nədir? Səhnə 2, dubl 1. Akif'in izdirabı. Akif'in izdirabı?
Bu nədir Akif? Hər şey arvadıma bir şəkil atmaqla başladı. Sonra bir dənə də şəkil istədi. Kolaj düzəltdim, attım, doymadı. Video attım. Qısa metraj düzəltdim, attım. Yenə də olmadı. İndi deyir ki, həyatımı kino kimi çək. Evdə oturun baxım görüm sən gün ərzində nə edirsən dostlarından. Biz yaxşı ki, bunun arvadı rejissoruymuş ki. Senarisində deyəsən qaynanası yazır. Yaxşı, palit eləmə, palit eləmə. Hələ evə gəlib montaj eləməliyəm. Nə gün nədən bu? Ay, sən alnın uzanıb, yoxsa saçın dalası rüküb? Arvad elə bil şumluyub, turpu əkib. Ha vaxt da yetişər o turp. Arvad samalyot yol düzəldib, hər axşam pasatka eləyir. Hər şey toyun axırında baş verdi. O ki, vağzalı ilə gedəndə klarnet çalan elədi, bütün subaylığımı klarnetin içinə dartdı elə bil. Aşı gətirən qız sanki subaylığımın yas aşını gətirirdi. Saçına datdı olur ha. Bək. Qarasız adı. Adamın ölməyə gəlir, elədir. Toyda dəvət elədiyimiz qonaqlar mənim həyatımla oynayırdı. Öz hərəsində bir-birinin zakazına girirdi. Biri tərəkəmə, biri ləzginka, biri qoçəli. Hələ daim içmişdi. Həm mənim, həm öz həyatı ilə oynayırdı. Çox verdi bir öz toy bir adıma düşdü ya. Hə, sonra deyirlər kişilər niyə toyuna baxanmır? Hə, bu tragediya baxmaq olar. Lazım deyil. Hər dəfə baxanda deyirəm, yox, getmə, qurban olum. O gedəndə də bir daha o çönüb dostlara baxmaq var, belə son baxış. Bax mən Hər dəfə onu görəndə pisinə qal. Bax mən də saçlarıma belə baxdım. Subaylığım kimi saçlarım da məni tək-tək tərk elədi. Hadi sən də şirtmə də, elə bil cinayət işindən danışırsan. Qutar da. Cinayəti siz elədiniz. Nə oldu? Siz mənim subaylığımı öldürdünüz. Siz mənim saçlarımı qətlə yetirdiniz. Saçlarımı verin bura. Havazın saçı var, mənim saçım yox, saçlarımı verin bura. Buna bax. Belə nə qədər gəzərəm mən. O belə yığlaqla, yox. Alınmır, hamısını yoxlamışam. Kiməsə oxşadı abi səni? Nə belə deyən oxu? Saçlarımı verin mən saç verin. Tez ol, mənə bir saç verin. Mən sənə ancaq bığımı verə bilərəm. Örtür. Lopabıq Kamil oldu. Bəs sən dayın deyildin? Dayım anamdan borca pul aldı, sonra da Rusiyyətə qaçdı. Dayında sən idin axı. Yandı benim. Sus. Yox, sən dayın... Canım, nə da? Dayın kimi getdin, özün kimi getdin. Heç nə başa düşmədim. Bax mənim saçlarım da belə suyun altında eləyən hamısı getdi. Ay. Bu mikrofonu da zaten öncülür. Götür, yaxşı götür. Fınxırır, fınxırır. Bax, yazıq deyib, bəlkə açaq deyək. Hə, deyək məncə də. Onsuz da cebi dönüşü yox da. Təzdən boşanmayacaq ki, bədbaxt olub da. Kurupunu vermə də, yer dayan. Getdik. Akif. Akif. Saç gətirdiniz mi? Hə, deyib, şturvalını aynı elə də, sən də. Akif. Hə. Ne oldu? Klubumuza xoş gəldin Akif. Nə klub? Mən Bədbaxt kişilər klubu. mənim zamanlığımda gəzdim klublara bax, indi girdim kluba bax, hə. Akif. Çox xoşbəxt idir Akif. Gözümüz götürmədi. Paxıllıqdan ürəyimiz patladı. İstədik də evlənəsən bizim kimi bədbaxt olasan. Nətər yəni, hə? Bəs nə bilmişdin, hə? Elə bilirdin evlənəsən, xoşbəxtlik patlatdın, hə? Elə bilirdin hər səhər yuxudan durasan, arvadın belə yemək gətirəcəksən, səhər yeməyi, qızıl güllə, ağzımın seli ilə səhər basatsan, löb. Elə bilirdin, o yeməklər bir həftəyə qutarır, qaylanan ta göndərmir, Akif. Ağzı qulağın dibində gəlib bizdən məzələnirdir. Bax, bu günlərim gövbəlidir. Sən evlərim, biz də acığa zor elədik. Evləndirdik səni, saldıq zibilə, bədbaxt oldun getdin. Hə, bir dəqiqə dayı, nə?
Siz bəs onu mən yalan demişdiniz. Bəli, Bəli, Anlatmısınız məni. bəli. bəli. Hə, anlatmısınız. Buna da Birinci dəfədir görürəm kimsə keçəlin soyunur. Buna da Akif. Mən bədbəxt deyiləm. Mən xoşbəxtəm. Siz utanmırsınız, neçə illik dostlarım sizə. Niyə mənə belə bir oyun oynadınız? Niyə məni bədbəxt eləmək istəyirdiniz? Siz gedə bilərsiniz, işim qutardı. Gedin. Sənin lentin dolu deyil, yer get də. Qaqa nağaraq. Sən xoşbəxtsən, biz bədbəxtik. Biz sənə paxıllıq elədik. O gün istədik bizim kimi olasan da. Nə qədər bədbəxtsiz ki? Bərin bədbəxtik qaqa. Bərim bədbəxt. Qaqa mən o qədər bədbəxtəm ki. Evdə otururam pəncərədən yoldan keçən subaylara baxıram. Pəncərəyə belə eləyirəm, yazıram help me. Ürəyi ağrıyan subaylar bana çörək atır, yeyirəm. Quş kimi dənliyirəm o çörəyi. Mən o qədər bədbəxtəm ki. Mən elə bilirdim ki, evlənəcəm, evə gələcəm, arvadım əlində tava yeməklər məni qarşılayacaq. Sizdə elə olmur ki? Tava var, yemək yoxdur. Başım o qədər vurub ki, tavanın tərsinə çönüb içi. Altdan belə vurub, tava belə ortadan qalxıb, yağı töksən qırağa yayılır. Üstə pankek pişiririk. Mən o qədər bədbəxtəm, o qədər evdə bekar oturmuşam. Arvad sözünün açıqlamasını tapmışam. Hə, nə deməkmiş? Arvad, yəni ki, adam rahat və azad dolananmır. Mən... Getdim buna arvada dedim, arvad da mənə ər sözünün açıqlamasını dedi, yola saldı. Hə, o nə deməkmiş? Ər, yəni ki, rədd ol. Mən bilsən necə bədbəxtəm. Mən subay vaxtı o rayon sənin, bu rayon mənim, bu rayon onun, o rayon benim oğlunun. Bizən necə gəzirdik. Evlənəndən sonra ancaq bir rayona gedə bilirəm. Suraxanı rayonuna! O niyə? Qaynanam gül orada qalır! Məndə yaxşı deyənə qaynanam gilin 2 evi var. 2 rayon gəzir. Səndə başqa problemi var. Mənimlə problemim yoxdur ki, məni arvad çölə bıraxmır, tunellə gəzir mən yer. Arvad məni hər yerdən blok atır, yüngül var bir davamız olan kimi. Instagramdan blok atır, WhatsAppdan blok atır, əsəbləşib dalımca pencəyimi blok atır, sonra özümü blok atır. Adam nə qədər məhəllədəki bobuşa pul verər ki, ala ged oteldə qal, mən sənin yerində yatım. Sən xəstəsən, ondan sonra özün get oteldə qal da. Ay, yox, oteldə qalsam arvad mən mələdərəm. Sən xəstəsən. Sən subay olanda da xoşbəxt idin. Evləndin də xoşbəxt oldun, hə? Xeyr ola! Didər ye sənin burada. Bax, gəlin bir hadisəyə başdan baxaq da, bir dəqiqə. Hardan başdan, hə? İndi bir də bunu götür. Hə, bax, Samir, nə tər oldu ki, sən birdən-birə başında kamera ilə gəzməyə başladın? Mən əvvəl açıq biraz şuluğuydum. Bir dənə qızla danışırdım. Bunun adını telefonuma xaladenk ustası yazmışdım. Əsəbləşəndə gedirdim, soydurdum. Bir dəfə mən evdə olmayanda xaladenkimiz xarab olub. Arvad telefondan o xaladenk ustasını tapıb çağırıb evə. Getməsin. Girdim evə ki, bir dənə mini yufka dekolteli adam durub. Dedim bu kimdir? Dedi Nərbaladır, xaladenk usta. Dedi ki arvad, dedi Samir, ya bu dəqiqə bu xaladenki düzəldəcək, ya da 3 nöqtə Samir. Bəs nə oldu? 4 nöqtə, birini də improvizə elədi. Yaxşı, bəs sən, Vüsal, sən necə oldu ki, birdən-birə evi qazıb çıxmağa başladın? Qaqa, mən 9-dan 6-ya işləyən adam idim. Yaxşı, axşamlar evə gedirmişsən ki sən. Elə yox, birinci gün səhər 9-da iş adı ilə çıxırdım, bir də 6-cı gün 6-da axşam gəlirdim. İlan bağça yoldaşlarıma kimi tapıb yığmışdım bir yerə, həftədə bir dəfə onlarla görüşürdüm. Bax, soruşmuram ki, bağça yoldaşlarını hardan tapmışsan, o yaş qrupunu. Prosto onlarla sən görüşəndə bax, nə danışırdınız? Nə vaxt yatıb, nə vaxt durdunuz, o xatirələri yad eləyirdiniz? Yoxsa mama deyib ağladığınız günləri yad eləyirdiniz? Mən ağarım, evdə sıxılırdım da, evdə oturamırdım. Ürəyim partı deyir. Arvad axırıncı dəfə məni tutdu evdən çıxanda. Qapım bağladı, Tom Zerdək kimi açarı utdu. Qaldım evdə. Ondan sonra başladım tunel qazmağa. Hər yeri qazdım. Bax, gördünüz? Bax, görürsünüz?
Evlilik bədbəxtçilik deyil, siz özünüz bədbəxtsiz. Nətər yəni? Bax, siz elə bilirsiniz ki, evlənib bədbəxt olmusunuz. Amma özünüzü bədbəxt eləmişsiniz. Məsələn, sən Samir. Əgər sən yoldaşına xəyanət eləməsəydin, indi başı kameralı yox, böyle başı dik gəzirdin. Sən də ki, ailəvə vaxtında bir zaman ayırsaydın, onlarla bir otursaydın, dostlarla ayırdığın vaxtda ailəvə ayırsaydın, indi köstəbək kimi yerin altını qazıb çıxmırdın ki. Səhv sizdədir. Düzeyir səni. Telefon üstündədir. Kamera hanı? Telefonla çəkeyim yox, kameram yox. Telefonla. Bugün evdə qoymuşam. Çək məni. Salam əzizim. Əzizim, mən çox peşman oldum. Mən söz verirəm ki, bundan sonra telefonumdakı bütün usta adları doğrudan usta olacaqlar. Daha Nərbala bizə gəlməyəcək. Söz verirəm, mən daha düzəldim. Sən nə söz verirsən? Mən onun arvadına niyə söz verim? Daha var da mən yapıram, söz verirəm. Başqa video açıram, başqa videodur. Ayol, mən video lazım, üzrə deyərəm, yox. Deyim belə sənin yanında. Nərsə, söz verirəm ki, mən də bundan sonra evə, eşiyə daha çox vaxt ayıracam. Xırı sakit bir dəlbədə işdə gəzməyəcəm. Söz verirəm, bağça yoldaşları qrupunu siləcəm. Onsuz da heç yadımda deyil, kimdir. Nə yadımdadır ki? Bağçada heç mən danışa bilmədim. Hələ deyiləcəm hamısını. Evə vaxt ayıracam. İndi xoşbəxtliyə ilk addımınızı attınız. Unutmayın ki, Bunun adımı yekə oldu, mən il atam gəldim. unutmayın ki, evli insanı yox, insan evliliyi bədbəxt eləyə bilər. Çox üzr istəyirəm, Zəng. Hə, minnoşum. Hə, balam, hə. Çörək almağa çıxmışdım, qayıdıram balam, çörək almağa çıxmışdım. Ya, burada da çəkiblər, hər şeyi çəkiblər, cübücüm mü? Yaş, gəlim yeməkləri pişirəcəm, yaş. Yaş, pişirəcəm, yaş. Dostlar. Minnoş. Çörək aldı. Məsələn, sənə. Necəsiz? Keyfiniz necədir? Yaxşıdır. Kimi danışın? Sən, ay maşallah, Allah saxlasın. Yaxşıydı, xoşunuza gəldi. Xoşuma gəldi. Adın nədir sənin? Zeynəb, xoş gəlmisən Zeynəb. Necəsən? Səhnədə oynamaq istəyərsən? Yox. Niyə? İstəyərsən. Məni? Sizi orada səhnəcikləri keçir. Doğrudan, ay maşallah. Doğrudan belə şikayət bir şey olsa, bir qutu olsa, nə şikayətləriniz olar? Ben nəyə düzəldək məsəl üçün? Ölür, bizimki şikayət üçün ölür. Nə olur? Tərif desəm heç kim. Nə? Tez baş, tənəffüs. Gəl onu da bufetdə işləsin. Burada biz də bunları hazırlayırlar, bu divanları gətirirlər, səhnəci biraz vaxt alır da biz də. Siz burada belə oturursunuz arxada, divanza, tər suyun içində çəkiyiz. Yox, yox. Maraqlıdır, kulisin də öz marağı var. Azər bizi döyür kulisdə. Görürüm, sən həmişə çıxanda belə çıxırıq. Hansı aktyor səhv eləyir, baxın, aksıyır. Ona Azər döyür orada belə. Deməli, bu səhnəcimizdən indi danışmaq istəyirəm, əziz dostlar. Bu səhnəcimizdə mövzu nədir? Uşaqlarla danışdım, elə-belə danışmadım. Deməli, biz uşaq olanda bir yaşımız gəlib çatır ki, peşə seçməliyik. Peşə seçməyə bir yaşımız gəlib çatır da, 14 yaşımızda, 15 yaşımızda, 16 yaşında belə bilmirsən ki, nə olacaqsan böyüyəndə. Məsələn, balaca uşaqlardan bəzən soruşurlar. Mən məsələn, uşaq olanda məndən soruşmuşdular ki, 4-cü sinifdə oxuyurdum. Müəllimə hamıdan soruşdu, nə olasın? Biri dedi, polis, biri dedi, həkim məndən soruşdu, nə olasın? Dedim, böyüyəcəm. Çox məntiqli cavab vermişdim də. Onda mənə bu uşaq tupoydu. Durub baxdım ki, doğrudan da mən o yaşda bir böyüməliyəm də, bir yerə gəlib çatmalıyam. Burada peşə sahibləri olanlar da var və peşə sahibi olmayan gənclərimiz də var, uşaqlar da var. Məsələn, sən nə olmaq istəyirsən Zeynəb böyüyəndə? Aktrisa. Ay maşallah. İnşallah. Bax, indidən görsən, bunun üzərində işləyə bilərsən. Mama, istəyirsən də aktrisa, həkim olsun, polis, belə bir şey yox. Özünə istəyir. Bax, görürsünüz, gəlin alqışlayalım anamı. Bizdə də elə idi. Mən də gəldim atıma dedim ki, aktyor olmaq istəyirəm. Atam mən... Bir dənə qəribə bir şey, beyilədi, başım... Tutanmadım, nə dedim. Siz nə peşəsini seçirsiniz? Ben indidən dizayner, modelyer olmaq istəyirsiniz. Ay maşallah. Olursunuz, o yolda addımlayırsınız. Həm də rəssamdır, nə gözəl. Görürsən, ana yenə qoymadı, sən danışasan. Yenə özü danış. Sən nə olmaq istəyirsən? Aşpaz? O üzərində, yəni ki, oxuyursan o sahə üzrə? Yox.
Ay maşallah. Aşpazlıq həqiqətən də çox gözəl bir sənətdir. Yəni ki, görürsünüz. Yəni, yeyirəm mən, çox yeyirəm, dadlı yeməklər yeyirəm xüsusən də. Deməli, bu səhnəciyimizdə də bir uşaq var, o uşağı mənim oğlum oynayır və valideynlərinə bir peşə seçmək istəyir, valideynləri ona baskı edirlər ki, sən o peşəni seçməzsən, bu peşəni seçəsən, bunun üzərində qurulub səhnəcik. Hə? Olmaz bu olar. O olmaz bu olar. Aysa, Zeynəb də artıq bizim ssenaristimizi görürüz. Belə-belə uşağı, yəni o izdirabını hal-hazırda görəcəksiniz. Alqışlarla səhnəciyimizə başlayırıq əziz dostlar. Yuli Sezar Romada əlindən per gəlib. Arximet Lütfanada həcmi tapıb dincəlib. Timi üçün avtobusda Einsteinə yer verib. Ətalət qanunu Newton kəşf edib. Ətalətin bu mu dünya? Ətalətin bu mu dünya? Bu nə şeydir? Bilmirəm də başımı qarışdırmışsınız da. Birimiz deyir ki, tarixçi ol, birimiz deyir fizik ol. Mən bilmirəm, mən neyniyim. Fizik nədir? Sən dədən kimi tarixçi olmalısan. Sən keçmişi də gələcəyi də əzbər bilməlisən. Nə demək istəyirsən? Sən tarixi başdan ayağa əzbər bilirsən də, hə? Mən tarixi başdan ayağa əzbər bilirəm. Soğuş Səfəvilər dövləti neçənci ildə qurulub? 1501-ci ildə. Soğuş Qavqamela döyüşü neçənci ildə olub? Eramızdan əvvəl 331-ci ildə. Toyumuz nə vaxt olub? Hə? Hə də, hə? Bizim toyumuz tarixə düşməyib. Niyə? Bizim toyumuz YouTube'a düşüb. YouTube niyə? Dədən toyda içdi, o xalan oğlunu qucağına aldı, şalvarını cırdı, təzdən qaytardı, qoydu yerə. Sənin necə tarixçi olduğun məlum oldu. Ona görə də sənin əlinə pul verib dükana göndərə bilmirəm. Harda tarixi keçmiş mallar var, alıb yığıb gətirirsən evə. Güya sən yaxşı fiziksən, ha? Güya sən yaxşı fiziksən. Səndən mən cazibə qüvvəsi alanmıram, Bəs nə alırsan? İtələmə qüvvəsi, ancaq özündən itəliyirsən məni. Ayda, ata, ana, xahiş edirəm də bəsdir də dalaşırız. Mən də tarixçi olacağam, ya da fizika müəllimi. Mən müğənni olacağam. Səndən soruşan oldu, ay neçəsidir? Mən ciddiyəm, mən müğənni olmaq istəyirəm. Bala, müğənni zadına da. Sənin yaşında Şah İsmail Xətai taxta çıxıb dövlət qurub, dövlət idarə eləyib. Arvad, sən bu Newtonun qanunlarla oturub durmaqdansa, mənim qanunlarla oturub dursaydın, bizim ailəmiz indi belə olmayacaqdı. Belə olmayacaqdı bizim ailəmiz. İndi mən burada görürəm ki, siz mənə qulaq asmırsınız, mənim öz fikirlərimə hörmət eləmişsiniz. Mən gedirəm, sağ olun. Hara getdi? Bax, gördün neynədin? Dediyimi deyirsən, höcətsən başdan ayağa. İndi bəs neyniyək biz bu uşağa? Sən narahat olma, mənim bir dənə planım var. Nə plan? Uşağı mühasirəyə alıb ya döyəcəksən, ya danlayacaqsan, hə? Yox, molekullara parçalayacağım uşağı. Var da bir dənə planım var. Bizim kətdə bir dənə müğənni var idi. İndi zəng eləyəcəm, onu çağıracam, gəlsin uşağa nə lazımdırsa öyrətsin, uşaqla məşğul olsun. Dayan bir dəqiqə. Alo. Hacan Mahir qardaş, qoy bir dəqiqə saxlayın, o gəlinə deyirəm, sən sakit dursun. Nətərsən el oğlu, nə var, nə yox? Sağlığınız sağ ol Mahir, sən nətərsən qardaş? Sağ ol, qadan alaram, yaxşıyam. Gör nə deyirəm, mənim sağ bir işim düşüb. Hacan, nə iş? Bircə saatlıq bizə gələ bilərsən, narahat olma, 50 manatda pul verəcəm sağa. 60 verəsi olmasa dəqiqəsindən bir manat düşdün də, başına dönərəm. Yaxşı da gəl, bir şey fikirləşək. O gəlin şeydin, deyin onun əlini dərsin, Fatimi'nin gelsin, toy qaldı sabaha. Getmən qardaşım sağır. Qapıda duran mənəm mən, Boynunu vuran mənəm mən, qapıda duran mənəm mən, boynunu vuran mənəm mən, qadoy alan mənəm mən, başıva dönən mənəm mən, qadoy alan mənəm mən, başıva dönən mənəm mən. Mən ad boy verməmişsən, nətər gəldin, çıxdın? El oğlu 60 manat az pul deyil, toy 30 manat aparırdım. Nətərsən sənətkar, nə var, nə yox? Sənətkar nə də? Sənətkar sözüm mənə deyəndə, həmişə başıma nəsə iş gəldi. Sən şirin dilə salıb mənə döyməyə çağırmışsan da. Yox, sənətkar, yox. Sənətkar nədir ya? Hadi sənətkar da, sənətkar deyilsən sən. Yükləmə də məni, sənətkarlar toy aparır, toy oxuyur. Yaxşı, nə var, nə yox, yaxşılıqdır mı? Yaxşılıq şükür. Deyirəm, müəllim, bu bizim bir uşaq var, müğənni olmaq istəyir. Səni çağırdım ki, gələsən bir, özün onunla bir məşğul olasan, sənətkar adamsan. Demədə, o söz demədə. Yox, sənətkar deyil. Qardaş, Hacı, səndən bir dənə söz soruşacağım. buyur bazı. Sənin adın nədir?
Mənim adım elə ən sevdiyim müğənninin adıdır mənim adım. Nədir adı? Gülpəmbə. Gülpəmbə? Gülpəmbə musiqi adıdır, mahnı adıdır daha doğrusu. Özü də onu rəhmətli Barış Manço oxuyub. Nə deyir ya? Barış Manço rəhmətə də gedib elə bir. Mən elə bilən Barış Manço mahnının adıdır. Deyirəm Gülpəmbənin niyə? Bir də mahnısı var burada Barış Manço. Yəni elə bildiyin odur. Barış Mançonun mahnısıymış Gülpəmbə. Qardaş, bu Hacı. bizim arvad səni yaxşı tanımır. Sən bir o gözəl səsindən oxu bizi Feyzə belə arvad da görsün də onu. Baş usta. Oxu. Anam, anam, anam mənim, çox sevinir. Anam mənim, anam, anam, anam mənim, çox sevinir. Anam mənim, lay lay deyərdi yatanda, arzulara biz çatanda. Arxamızda su atanda, anam mənim, hey. Sağ olun bala, mən getdim. Anam köçdü. Anan nədir? Bu mahnıyla sənlə gəlinlər göstürmüşəm mən. Mən köçdü bu. Nanam hara getdi? Dəymə, qoy getsin, işin olmasın. Oğlum, tanış ol, bu Gülpəmbəmindir. Nə deyirsən başına? Sağ olun. Biz ananla fikirləşdik, qərarlaşdıq ki, sənin bu ixtisas seçib və hörmətlə yanaşaq. Ona görə də bu Gülpəmbəmini çağırdım ki, özü səndən məşğul olsun, özü bir səndən danışsın, nə lazımdır bu sənətin sirlərini zadı, hamısını sağ öyrətsin. Çox sağ olun, çox sağ olun. Sağ olun, necəsiz? Salam, patlatacağım sən. İndi biz gedirik, müəllim, sən özün məşğul ol, sonra söhbət eləyərik. Başlayın. Getdik. Oğul bala, bəri gəl, məşğələmiz başlasın. Deməli, musiqidə birinci bilirsən adama nə lazımdır? Sol açarı. Yox, açar nə, doğruğa gibi, açar neyinsən. Bəs Birinci bizə lazımdır Mbappe. Mbappe? Bəli. Mbappe Real Madriddə oynamır. Yox, musiqidəki Mbappe. Mbappe. Bunu bilmədin, elə bir ki, mahnıya girənmədin. Dərd sözlərəm Başa var. düşdüm. İkinci bizə nə lazımdır? Stoyka. Stoyka nədir ki? Stoykanı bax öyrədim. Qabağa gəl. Gəldim. Sağ ayağı yerə bərşidirsən, sıxırsan möhkəm. Sol sağa 45 dərəcə belə. Sol əl boş, sərbəst. Sağ olur nə? Sağ olur xalastoy. İşləyir. Bəs sol əl niyə boşdur ki? Ona görə ki, sol əl bax muzikantlara işarə eləyir ki, mahnını saxlayın, tempi qaldırın. Bir də cəmaatdan şabaşlar gəldi, alırsan, yığırsan cibinə. Belə şaqqalıysan. Bəs sağ əl? Sağ əl xalastoydur da bax. Bu nə deyə müəllim? Elə bu ağcaqanad vızıldayır. Ağcaqanad vızıldır nədir? Sən müəllimin üzünə ağ olursan, görürəm oxumağı öyrənibsən. Mənə bir dənə mi ver. Mi, Bir dənə do ver. do, Bir dənə su ver. su. Mənim su deyə not var. Yox, boğazım qurudu, su istəyirəm. Şimdi özümə gəlib dərsə başlayaq da. Müəllim, siz dəqiq musiqi müəllimisiz. Ona sözcü başa düşmədim. Nətər elədim. Liboy mahnını deyirəm, mən sənə 30 saniyə öyrədim. Sarı gəlin. Sarı gəlin. Həqiqətən sənət əsəridir, gözəl seçimdir. Ağza fikir ver. Bir aləmsən sarı gəlin, gül çiçəksən sarı gəlin, dürdanəsən sarı gəlin, bir danəsən sarı gəlin. Yox, müəllim, mən o sarı gəlini demirdim. Mən bu sarı gəlini deyirdim. Hansı? Saçın ucun hörmezler, gülü sulu dermezler, sarı gelin. Təzə çıxıb bu mahnı, mən bunu eşitmədim. Mənə toyda sarı gəlin deyən kimi o mən oxuduğumu oxuyuram. Siz musiqi notu nədir bilirsiniz? Niyə bilmirəm ki, dünyada 11 not var, 9 Azərbaycanda. Müəllim o iqlim tipi deyir. İqlim tipi, o müğənnidir, təzə çıxıb tanımıram. Hara xarici müğənnidir o, iqlim tipi. Nətər gedir dərsiniz? Əla, çox götürümlü uşaqlı, çox qabiliyyətli uşaqdır. Bu elə bomba bir müğənni olacaq. Bomba müğənni olacaq nə də? Nə olsun? Bomba olsun, prosta bomba. Bomba müğənni olacaq. Müğənni zad nədir? Nə danışır bu? Sənin tapdığın, qurduğun plan bundan artıq olmayacaq ki. Bu kimdir? Psixoloqdur. Mən çağırtdırmışam. Deyirəm, bəlkə uşağı başqa sahəyə yönləndirdi. Bu da mənim planımdır, bildin? Gəldim. Oy xanım, xoş gəlmişsiniz, buyurun. Salam Nəzakət xanım. Salam.
Oğlunuz artıq böyük oğlandır ki. Elədir xanım, maşallah. Oğlum artıq özünə ixtisas seçəcək qədər böyüyüb. Hətta, oğlum nə olmaq istəyirsən? Mən müzisyen olmaq istəyirəm, müğənni. Oo, nə yaxşı. Yox, nə yaxşı deyəndə ki, o dədəsi kimi tarixçi olacaq. Maraqlıdır. Siz niyə tarixçi olmusunuz ki? Çünki mənim atam da tarixçidir, babam da tarixçidir, babamın babası da tarixçidir, babamın babasının 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 babası da tarixçidir. Elə tarix sizdən başlayıb ki. Herodotun nəslindən siz. Nəzakət xanım, siz nə işlə məşğulsuz? Mən fizika müəllimiyəm. Fizika müəlliməsi. Onda yəqin sizin atanız da fizik olub. Yox, onun atası şizik olub. Çox xahiş edirəm, atam barədə belə danışma, Mahir. Addi atan şizofren idi də. Özü də padvalı laboratoriya eləmişdi. Deyəsən yadından çıxıb o qida təhlükəsizliyə getdiyi, gəldi atavı tutdu, apardı, cəlmələdi. Bir də baxdılar ki, padvalda saxta araq düzəldi. Bu söhbətin yeri deyil də cəmaət içində. Və harada deyib söhbətin yeri? Amma belə bir məsələ var ki, əziz valideynlər, sizin oğlunuz elə-belə müğənni olmaq istəməz. Yəqin ki, sizin genlərinizdə musiqi ilə maraqlananlar olub. Yox bacım, mən elə həmişə tarixçi olmaq istəmişəm. Avaq tarixçi olmaq istəmirsən, tanımıram gözəli. Yox da yaxşı da, nə olub, sevmişəm də mən həmişə. Mahir, yaxşı da, sən də öldün, kənddə mənim ansamblımda rəqqas idin da, oynuyordun, nə özünü dağıtırsan. Nə? Yaxşı da, yaxşı, söhbətə şeylə. Olan deyirəm da, Mahir. Yaxşı, heç. Pencəyini saxlamışam, Sən mən pencəyimi niyə sevgililər kimi hələ də saxlamısan? Yadında o vaxtı bir qızla nişanlandın, sən əskər gedəndə qız səni gözləmədi. Arvad eşitməz. Qardaşın səni nətər gözlədi əskərlikdə olanda. Bildim ki, bir gün qaydasın. Dəhəl o pencəyi açıb verib. Eləmə. Açacam iyi. Nətər? Eləmə. Yaxşı da Gülpəmbə. Bax pencəyinə. Ala bunu geyib. Gülpəmbə eləmə. Geyin. Az danış kes dərinlə. Gülpəmbə eləmə. Mahnımızı qoşuram. Qoşma. Qoşuram. Qoşma Gülpəmbə. Mahir qoşuram. Gülpəmbə qoşma. Mahir qoşuram. Gülpəmbə qoşma. Mahir qoşuram. Ay, qoşdum. Mahir. Mahir. Mahir gəl bir rəqs elə. Mahir gəl. Mən saxla. Vay. Saxla, mən qocalmışam. Telefondan da düşdü. Mahir. Mahir, yüngül qocalıbsan, əvvəl lap tullanır. Bax, burada kimi tullanırdılar. İndi ağım belə qaldığında şalvar cırılır. Ata sən əvvəllər rəqqas olmuşsan? Mən rəqqas olmaq istəyirdim. Amma baban dedi ki, yox. Sən də gələk mənim kimi tarixçi olasan, ona görə də mən tarixçi oldum. Düz deyibmiş də. Qurban olum, bir də belə rəqslərə oynamaq çox iyrənc görünürsən, Mahir, eləmə, qurban olum. Az yaxşı. Mən səni bu rəqsimlə ovlamadım mı? Universitet tədbirində sən nağara çalan, mən də rəqqas olmadım mı? Yaxşı. Sən bu mahnı ilə mən səni ovlamadım mı qız? Ovladın igidim, ovladın. Sən nağara çaldın. Mən əlimdən belə eləyib ritmi qaldırmadım mı qız? Onu da elədi. Sən niyə gülürsən qız? Qız! Yalnız qutar da bu tamaşa, lağar da. Ayıb da. Nə bilim. Ana, səncə nağar ihsatçı olmuşsan? Bala dağıdırdın ağarada. Daha söhbətin üstü açılıb deyim də, həvəsim var idi. İntihası nənə baba qoymadı da, mən də məcbur oldum. İndi bir dənə siz mənə qulaq asın. Bu deməkdir ki, sizin valideynləriniz istədiyi sənədə qoymayıb. Düz deyil? Düzdür. Siz də mənə qoymursunuz ona görə. Bala, biz sənin xoşbəxt olmağı istəyirik. Mən o vaxt xoşbəxt olaram ki, mən istədiyim sənədlə məşğul olaram. Mən balam, qulaq as. Biz istəmirik ki, sən bax bu cür savadsız müğənnilərdən olasan. Başıma dön. Bacı məni indi tanıdı ha bəzə.
Baxdan sənətkara. İndi talıdı mən. Mən onsuz da bunun kimi savadsız olmaq istəmirəm ki. Əynin qotdu savadsız. Mən bu işin təsirini almaq istəyirəm. Mən konservatoriyaya daxil olmaq istəyirəm. Mən bu işin peşəkarı olmaq istəyirəm. Mən Azərbaycan xalqını təmsil eləmək istəyirəm. Canım balam. Gördüyünüz kimi burada artıq mənə ehtiyac yoxdur. Oğlunuz da öz seçimini edəcək qədər sağlam düşüncəli bir gəncdir. Mən düşünürəm ki, psixoloq sizin özünüzə lazım imiş. Mən getdim, sağ olun. Deyirəm Mahir, Hə. Bacın ağabey ifaçısı, sən rəqqas, ansamblımız hazırdır. Rayonda bir qəşək toy tutmuşam. Ansambl yığanmam. Nə olar, gəl gedək. Əyo, mən aparım. Yola verək də o toyu. Əyo, mən aparım. Nə olar, gəl. Əyo, mən aparım. Mahnımızı qoşacam. Əyo, mən aparım. Mahnımızı qoşacam. Albət, mən gedəsi oldum. Mahir, oynuyor Albət, necə? mən gedəsi Mahir, oldum. oynuyor necə? Albət, mən gedəsi oldum. Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə. Arada zarafat elə. Kədərini mat elə. Sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə.